Salam hörmətli abituriyentlər, Böyük Monqol dövləti haqqında danışırıq. Xəritəsini görürsüz, nə qədər böyük bir imperiya yaratdıqlarını. Göy türkləri məğlub edən Jujanların varisi idilər Monqollar. Mərkəzi Asiya çöllərində, Altay dağlarının qərbindəki ərazilərdə yaşayırdılar. Əsas məşğuliyyətləri köçəri mallarlıq və ovçuluq idi. 12-ci əsrdə bunlarda nəsli qəbilə münasibətləri dağılır və sosial bərabərsizlik yaranır. 13-cü əsrdən ordular yaranır ki, onlara da bahadırlar və noyonlar başçılıq edirdilər. Bunlar sonralar xan tərəfindən xan titulu da ala bilirdilər. Dövlətin əsasını Çingiz xan qoyur. Çingiz xanın fəaliyyətinə baxaq. Əvvəlcə o Nayman, Merkit, Kirait və başqa Monqol tayfalarını özünə tabe eləyir. 1206-cı ildə Onon çayı sahilində qurultay keçirilir və Onon qurultayında o böyük xan seçilir. Çingiz adını qəbul edir. İlk Monqol dövlətini yaradır 1206-cı ildə. Dövlətin paytaxtı Qaraqorum şəhəri idi. O tabe edilən ərazilərdə üsyanları yatırır, dövlətin ərazisini genişləndirir və dövlətin ərazisinin göndərdikləri ordu quruluşuna uyğun olaraq onluq, yüzlük, minlik və tümənlərə bölür. Ordu tayfa müxtəlifliyi prinsipi əsasında yenidən qurulur. Məlik Şahla bənzərlikdir, Şah Abbasla bənzərlikdir. Böyük Yasa adlı qanunlar toplusu hazırlayır. 1207-ci ildə Monqol və Türk tayfalarını birləşdirib işğalçı yürüşlərə başlayır. Məsələn, Şərqi Türkistan, Sibir ələ keçirilir. 1211-15-ci illərdə Pekin daxil olmaqla Çinin şimalı tutulur. 1219-21-ci illərdə Xarəzmşahlar dövləti süquta uğradılır və Mərkəzi Asiya tutulur. 1220-22-ci illərdə İran və Cənubi Qafqaza kəşfiyyat yürüşləri edilir. 1222-ci il Kalka çayı sahilindəki döyüşdə çoxsaylı Rus qıpçaq qüvvələri məğlub edilir. Və Çingiz xan bilirdi ki, dövlət parçalana bilər və dövlətin parçalanmasının qarşısını almaq üçün dövləti 4 ulusa bölür. 4 oğlu arasında 4 ulus. Və kimlər idi bunlar? Ogeday, Çağatay, Tuli və Cuci. 4 oğlu arasında 4 ulusa bölür. Və Cuci ulusu, Cucinin oğlu Batı gələcəkdə Qızıl Ordu dövlətini yaradacaq. Xubilay xanın dövründə isə paytaxt Qaraqorumdan Pekin şəhərinə köçürülür. Çinin cənubunu tutur, 1271-ci ildə özünü Çin imperatoru elan edir və Yuan sülaləsinin, Monqol mənşəli Yuan sülaləsinin əsasını qoyur burada. Lakin paytaxtın Pekinə köçürülməsi uluslar arasında əlaqəni zəiflədir və Monqol imperiyası müstəqil dövlətlərə parçalanır. Çində də sonra üsyan olur, bu Yuan sülaləsi də 1368-ci ildə devrilir. İndi Qızıl Ordu. Az əvvəl biz dedik ki, Cucinin, Çingiz xanın oğlu Cucinin oğlu Batı Qızıl Ordu dövlətini yaradacaq. Necə? 1235-ci ildə Qaraqorum qurultayı keçirilir və bu qurultayda qərbə doğru yürüşlər haqqında qərar alınır. Və qərbə doğru yürüşlərə dedilər ki, Batı qoy, başçılıq eləsin. Və bu yürüşlər nəticəsində İdil Bulqarları və Rus knyazlıqları tabe edilir. 1240-da Kiyev tutulur, Polşaya yönəlirlər. Polşaya daxil olurlar. 1241-də Polşa, Alman, Macar qoşunlar məğlub edilir. Macaristan və Çexiyaya daxil olurlar. Təsəvvür edirsiniz, Monqollar Macaristan və Çexiyadadır. Bu yürüşlər nəticəsində Qızıl Ordu dövləti yaranır. Kim yaratdı bu dövləti? Batı. Dövlətin ilk paytaxtı da Saray Batı şəhəri olur. Rus knyazlıqları da Qızıl Ordunun asılı düşür. 13-cü əsrin sonlarından Qızıl Ordu artıq Böyük Monqol imperiyası əlaqələrini kəsərək tam müstəqil bir dövlət kimi idarə olunurdu. 1313-cü ildə Özbəyin dövründə İslam dini Qızıl Ordunun rəsmi dövlət dini elan edilir və türkləşmə prosesi başa çatır. Azlıqda qalan Monqollar türk tayfalarından qaynayıb qarışıb onların dilini qəbul edirlər. 1359-cu ildən isə Cuci nəslindən olan xanların hakimiyyəti başa çatır. 1380-ci ildə Kulikova döyüşü görürük. Bu döyüş Ruslar üçün uğurlu olur. Rus knyazları Qızıl Ordunun vassalaslığından çıxıb müstəqil olurlar. Amma bu çox çəkmir. Toxtamış xan 1382-ci ildə Qızıl Ordu xanı Moskvanı tutur və yandırır. Rus knyazlıqları yenidən tabe edilir. 1385-ci ildə isə o Təbrizə yürüş edir, lakin 1395-ci il Terek döyüşündə Əmir Teymura məğlub olur. Şərq vilayətlərini itirir. Ruslar yenidən müstəqilliyə can atırlar. Əhməd xanın dövründə biz görürük ki, Qızıl Ordu dövlətinin qüdrətini bərpa etməyə çalışır.
1480-də Moskvaya yürüş eləsə də Uqrat çayında dayanırlar. Görürlər ki, ruslar bizdən çoxdur və döyüşə girmirlər. Geri qayıdırlar və bu hadisə ilə də rusların Qızıl Ordunun asılılığına tamamilə son qoyulur. 16-cı əsrdə daxili çəkişmələr və ara müharibələr nəticəsində Qızıl Ordu dövləti tənəzzülə uğrayır və çox keçmədən süqut edir. Belə dəyərli yoldaşlar, ümid edirik ki, Monqol dövləti, Böyük Monqol dövləti və Qızıl Ordu haqqında video dərsimiz sizin üçün faydalı oldu. İndi isə vəsaitimizdən dərs öyrənək, hər birinizə uğurlar arzulayıram. Hələlik.